Muğir ibn Şu'bə radiyallahu anh'ın hekayələri. Osman radiyallahu anhu onu Küfənin əmiri təyin elədi. Sonra Osman radiyallahu anhu onu əmirlikdən çıxardı deyir. Küfə əhli dedi ki, Allah'a and olsun ki, Muğir ibn Şu'bə yenidən gələcək bizim üzərimizə əmin və bizə bəzi işlər gördürəcək. Çünki o Peyğəmbər sallallahu əleyhi və səlləm yolu ilə gedirdi. Dedilər ki, nə edək bəs? Dedi ki, biz elə bir xəritə çizək ki, dedilər ki, gəlin 100.000 dinar, qızıldan onlar pul vahidi yığaq, toplayaq. Onlar bu pulu toplayıb gəldilər Mədinəyə, Osman radiyallahu anh'ın yanına. Dedilər ki, möminlərin əmiri bu malın hamısını, bu pulların hamısını Muğir ibn Şu'bə insanlardan oğurlayıb. Osman radiyallahu anh Muğir ibn Şu'bə radiyallahu anh'ın yanına çağırdı. Muğir gəldi. O kişini gördü və o pulu da gördü. O dahi olduğuna görə onların hiləsini başa düşdü. Osman radiyallahu anh dedi ki, ey Muğira, nə üçün bu əməli etdin? Bu əməli etməyə sən nə vadir etdi? İnsanların malını götürürsən. Muğira radiyallahu anh dedi ki, ey möminlərin əmiri, ehtiyac sahibindən aləmin ehtiyaclarını ödəmək üçün. Dedi ki, lakin orada 100.000 dinar olmayıb, orada 200.000 dinar olub. Yalan danışıb, onlar oğurlayıblar 100.000'i. O oğlan and içir ki, Allah'a and olsun ki, bu yalan danışır. Hətta bu 100.000'i də o götürməyib. Muğir radiyallahu anh deyir ki, onlar məni hiləyə salmaq istəyirlər, mən onlara hilə etdim.